Eləcə də günahların aqibətindən o qəlbi aləmlərin Rəbbinə təzimə zəiflədir. Rəbbini təzim etmirsən, Rəbbini əzəmətli tutmursan. Çünki asiliklər o qədər çoxalır ki, qəlbi zəiflətir. Eləcə də günahların aqibətindən insanı muhsin dairəsindən çıxarır. Xeyirxah insan ehsan dairəsindən çıxarır. O ehsan dairəsi ən üstün mərtəbəsidir İslamın. O da Allahı görürmüş kimi ibadət etməkdir. Əslində sən onu görməsində o səni görürmüş kimi ibadət etmək. Deməli, sən aləmlərin Rəbbinə asilik edirsənsə, deməli bu dairədən çıxdın. Çünki sən o cür ibadət etsən, bilirsən ki, Rəbbin səni görür. Sən necə Rəbbinə asilik edə bilərsən? Eləcə də asiliklər insanı ehsan dairəsindən çıxartdığı kimi xeyirxah işlərdən də çəkindirir. Xeyirxah işlər görməyə əli gəlmir. Asiliklər imkan vermir. O qədər çoxalıb ki, artıq xeyir işlərə əli gəlmir.